Deyirdi ki, onlar məni öldürəcəklər. Amma bilin ki, məndən sonra evləri yıxılacaq. Onlar məni öldürməklə, İmam Hüseyin bunu görürdü. Deyirdi, onlar məni öldürməklə öz evlərini yıxırlar. Onlar elə bilirlər, qələbə çaldılar. Onlar Hüseyini öldürdülər, elə bildilər, qutardı. Gördülər, yox, sən demə, indi başlayır hər şey. Hüseynin işini bitirmədilər. Öz işlərini bitir. Sonlarının başlanğıcı idi Hüseynin qanının tökülməyi. Gördülər ki, sonları indi başlayır bunların. Elə bildilər, qutarıb, amma qutarmayıb. 1400 il keçib, hələ davam edir, görürsünüz? 1400 il keçib, hələ də bax bu məclislər, dünyanın elə bir yeri yoxdur ki, Hüseyin məclisləri keçirməsin. Avropa ölkələrində, hər yanda bu əzadarlıq mərasimləri keçirilir. Ubeydullah ibn Ziyadın bir qardaşı var idi. Gəldi qardaşına, dedi ki, kaş Ziyadın oğlanlarının hamısı yoxsul və bədbəxt olardılar, amma bu cinayət bizim nəslin əli ilə olmazdı. Özlərinə etiraz edirdilər. Kaş biz bədbəxt olardıq. Onun anası var idi, çox rəzil bir insan idi, Mərcanə idi onun adı. Mərcanə oğluna dedi ki, oğlum, sən bu işi görməklə cənnətin iyini hiss eləməyəcəksən və bu işindən heç bir xeyir görməyəcəksən sən. Özlərinə etiraz edirdilər. Nəsə qazandılar, heç bir xeyir görmədilər. İmam Hüseyin Ömər Sədə dedi ki, sən məni öldürmə. Bu cinayətə qol qoyma. Dedi ki, ağa, mənə mülk söz veriblər, rey mülki. Dedi ki, o rey mülkünün bir buğdası da sənə qismət olmayacaq, onsuz. Olmadı da. O mülklər çünki getmişdilər, xəsirət dünya vəl axirət. Dünyalarını da verdilər axirətlərində. Dünya da qismət olmadıların heç birinə. Mərvan ibn Həkəmin qardaşı oturmuşdu Yezid məclisində. Əhl-i-Beyt xanımlarını əsir kimi gətirəndə qalxdı, dedi, Yezid öz qadınların pərdə arxasında hörmətlə saxlayasan, Peyğəmbər qızlarını bu vəziyyətdə gətirəsən, sənin abrun həyən yoxdur. Öz məclisində qalxıb öz adamları onlara etiraz elədilər. Hind onun qadını idi, həyat yoldaşı idi Yezidin. Hind bir dənə sözlər dedi Yezidə ki, Yezid gördü ki, ailəsi ona qarşı qalxıb, ailəsi Hüseyin şəhid olandan sonra. Ondan sonra dedi, Allah İbn Ziyada lənət eləsin, mən belə deməmişdim. Başladı cinayətini onun üstünə yıxmağa. Bu işlərin hamısını Hüseynin qanı gördü. Mədinəlilər birdən yuxudan ayrıldılar. Getdilər ki, Yezidlə tanış olsunlar. Bu kimdir ki, Peyğəmbər balasını öldürüb? Dedilər ki, and olsun Allaha, qorxduq daş yağa göydən başımıza. Peyğəmbər taxtında özünü Peyğəmbər xəlifəsi adlandıran adam meymunbazdır, itlə oynayır, şərab içir, gününü eyş-işrətdə keçirdir. Axırda Yezid öldü, oğlu Muaviyə, ikinci Muaviyə. Çıxdı taxta, dedi ki, mənim babam Muaviyə əli ilə vuruşub. Atam Yezid Hüseyin ilə vuruşub. Onların ikisi də batil olub, Əli ilə Hüseyin haqq olub. Mən ata-babalarıma nifrət edirəm. Mən bu xilafəti qəbul eləmirəm. Bu xilafət mənim haqqımdır. Dedi, imtina elədi, getdi. Öz içlərinə parçalanma düşdü Hüseynin qanı ilə. Amma bu xırda sözdür, deyəsən, Hüseyin Əməvilərin süqutuna səbəb oldu. Bu balaca sözdür İmam Hüseyin üçün. Hüseyin Əməvilərin süqutuna yox, Hüseyin qiyamətə qədər zülmün o anasına qarşı qiyama qalxıb İmam Hüseyin əleyhissalam.